gördük dəyərli izləyicilər. Bugün ardayam, təbii ki, gözəl bir Bakı kəndində. Mən Bakı kəndlərini çox sevirəm. Gəzmişəm, çəkmişəm, həmişə Bakı insanları da həmişə mənim yanımda olub. Mən onlara təşəkkür edirəm. Amma bugünkü məkanımız isə mənim üçün çox əziz olan, doğma olan Fatmay kəndindədir. Tək gəlməmişəm. Dəyərli müğənnimiz Qurban Səmədovla birlikdə bu məkandayıq. Xoş gördük Qurban bəy, necəsiz? Yaxşısınız. Siz yaxşı olun. İçəri daxil oldunuz, kəndin içindəyik artıq. Fatmay sözünün yanındayıq. Necə təəssürat bir alındı, bir de görün. Gözəl kənddir. İnşallah gəzəcəyi birlikdə Bəli. tanış olacaq insanlar ilə. Mən əslində bu kəndin insanlarını çox sevirəm. Çünki artıq 3-cü dəfədir ki, bu çəkilişdəyəm, bu kənddə. Çox gözəl insanlar var. Sevirəm Fatmay kəndini. Amma bugün Fatmay kəndində nəyi çəkiliş edirik, nə edirik? Artıq çəkiliş vaxtı izlədikcə görəcəksiniz. Sorğularımız olacaq. Adət-ənənə. Bugünkü günümüz isə il-axır çərşənbəmizə təsadüf edir. Mən buradan bütün Bakı kəndlərinin, insanlarının bayramını, çərşənbələrini təbrik edirəm. O cümlədən xüsusilə də Fatmay kəndinin sakinlərini. Var olun ki, buradan bələdiyyə rəhbərliyə təşəkkür edirəm. Onun bütün işçi heyətinə ki, mənə bu şəraiti yaratdılar. Mən bu kənddə çəkiliş edəcəm. Miri, gedirik hara? Fatmay kəndini addım-addım gəzməyə, insanları ilə danışmağa. Buyur, gedək. Hazırsanmı? Bəli. Get. Miri, gəldim burada elə bir yerə çıxmışam ki, kəndin cəmaatı çoxla bura toplaşır. Yəni Fatmay cəmaatından söhbət gedir. Gedirəm, söhbət eləyim. Salam, xoş gördük. Necəsiz? Əli bəy bizim dəyərlimizdir. Xoş gördük. Əli bəy, necəsiz? Əslində Əli bəy elə bizim sahədəndir. Bir neçə il televiziyada gözəl aparıcı kimi fəaliyyəti olub. Fatmayın nə gözəl xeyir tədbirləri olur. O tədbirlərdə kimin adı hallanır? Təbii ki, Əlinin adı hallanır. Belə deyim də, ay Əli, düşündüm ki, mən bu Novruz bayramı ərəfəsidir, çərşənbə ərəfəsidir. Adətən Bakı kəndlərində daha gözəl, yəni qeyd olunur da. İndi də il-axır çərşənbədir, düzdürmü bugün? Bu dəfə elə istədik ki, sorğunu adət-ənənədən edək. Yəni çərşənbələrdə, bayramlarda nələr edirsiniz? Nə ilə fərqlənir, nə ilə seçilir bax bu kənd? Bayram günləri, bayram axşamında əsas bizdə uşaqlar odun, tonqal qalıyırlar. Sonra xırda uşaqlar da ki, qapılara papaq atır. İl-axır çərşənbə biraz fərqli olar məncə. Axırıncı çərşənbədir də. Uşaqlar burada bizim meydançamız var, məktəbimizin yanında. Orada uşaqlar tədbir eləyirlər. Kimin hansı məsəl üçün yığılır da musiqiçi uşaqlar yığılır, eləyir, tonqal yandırırlar sonra. Qabaq daha yaxşı idi ki, kiminsə evinə gedirdi, məsəl üçün şey aparırdı, aş aparırdı. Onun aşını yoxlayırdıq, bunun aşını yoxlayırdıq, nə hamısını. Aş aparırdı. Bəli. Birinci dəfədir. Bəli, yox. Birinci Məsəl dəfədir. üçün mən nənəmgil aparırdım, bibimgil aparırdım, bacımgil aparırdım, da hamısı uşaq idik də. Aparırdıq. Olardı mənə aş verdi ki, bunu da aparır bizə. Biz onların aşını yoxlayırdıq, siz görək aşımızın aşı yaxşıdır. Hamısının aşlarına baxır. Dadlarına bax. İndi hər kəsən özü üçün pişirir. Bu zamanədə da kimin evində. Fatmay, bilirsiniz ki, Bakının 32 kəndi var. Kəndimiz yəni qədim kəndlərdən biridir, tarixi qədimdir. Tarixi hardasa 600 ilə söykənir, bəzi əlyazmalarda var. Və kəndin sözünün mənası İmam Fatmehi, küləyi fəth edən deməkdir. Və dəniz səviyyəsindən 54 metr hündürlüyə malikdir. Yəni bizim kəndimizdə ümumən tarixi qədim abidələr çoxdur, ümumən tarixə söykənən abidələr çoxdur. Və bayaqları bizim ən azından yaşlı nəslin nümayəndələri də bildirdilər ki, bilirsiniz ki, Novruz bayramının da tarixi qədim olduğuna görə, yəni bizim də bu kəndimizin tarixi demək o qədimdir və bu kənddə daimi olaraq keçirilib bayram. Bir çox məsələləri toxundular. Mən də bir-iki məsələyə toxunmaq istərdim. Çünki birinci nüans qalıb. Xüsusən də məsələn bu kənddə bilirsiniz ki, bir ailə olub, yəni ki, ümumən bu kənd bir ailədir və ola bilər ki, kimlərsə bir-birinin arasında küs
küslülük olsun, amma küslülüyü ağsaqqallar, ağbirçəklər yığışıb onları barışdırardılar. Yəni bu da bir təqdirə layiq bir haldır. Yəni bizim kəndimiz haqqında çox məlumatlar var və kəndimizin ola bilər ki, ərazisi və inzibati ərazisi balaca olsa da, əhalisi az olsa da, amma tarixi şəxsiyyətləri çox olub. Bəli. Yəni burada məsələn mən sadalamaq istərdim. Məsələn Qara Qarayev nəsli, ümumən Əlifəz Qarayev, Mürsəl Qarayev, ondan sonra deməli Vəlixanlılar nəsli, Nailiyə Vəlixanlı Tarix Muzeyinin rəhbəri, onun atası Məmməd Əli Vəlixanlı, aktyorumuz, Akşin Vəlixanlı, onun qardaşı. Ondan sonra məsələn kontr-admiral Cəlil Cavadov, Fazil Salayev aktyorumuz. Yəni bir çox şəxsiyyətlər var ki, yəni ki Azərbaycan Neymətov hal-hazırda Hətta o da. Bəli. Düzdür, Allahın rəhmətinə qovuşub və Azdramanın rəhbəri olub. Yəni Zəfər Neymatovun oğlu. Yəni bir çox daha şəxsiyyətlər var ki, bu kəndin yetişdirməsidir, bəli. Yəni ona görə də bu kəndin, yəni deyirəm, ola bilər ki, ərazisi balaca ola bilər, amma şəxsiyyətləri dünyaya səs salmışdı. Nə gözəl. Və bayram haqqında istərdim ki, kiçik bir məlumat verdim. Yəni də bildirim ki, yəni mən bayram hər zaman, hər il burada qeyd olunur. Ümumən kəndin mərkəzində bizdə stadion deyilən bir məkan var. Bəli, orada qeyd olunur. Demək ki, bələdiyyə sədri, ümumən bələdiyyənin heyəti ilə bərabər biz onu qeyd edirik və möhtəşəm bir konsert proqramı hazırlayırıq. Sizin kəndinizdə mən əvvəlcə də çəkmişik də, aydınlaşdırmışıq. Qəşəng filmlərimiz çəkilib. 7 oğul istərəm. Həyatı olan sənin nə həyasız olurmuş, hə sizin tayfa? Bir adam ki ömrü boyu yetim yesirin dərdinə qalsın. Necə dilin dönür ona Allahsız deyəsən? Sonra axırıncı aşırım, bir də yerlə göy arasında. Hətta burada iki dərviş Parisi partladır. 7 oğul istərəm, Tofiq Ağzadə, deməli rejissor olan həmin 7 oğul istərəm. Bəzi epizodları ümumən xüsusi bir süjet xəttləri var ki, o kəndimizin yuxarı hissəsində çəkilib. Sonra axırıncı aşırımda Səməd, Ay Səməd, o da bir qısa bir sujetdir. O da kəndin aşağı hissəsində çəkilmişdi. Yəni bir çox sujetlər qeyd olunur burada. Hətta bizim yaşlı nəsil nümayəndələr də demək ki, bəzi fraqmentlərdə çəkilmişdi. Onu da qeyd edim ki, bizim ümumən kəndimiz həm dinə də alimlər ümumən bəxş etmişdi. Onlardan biri bizim Şeyx Ağustin adında bir din alimimiz olub, Nəcəfdə təhsil alıb və Hüccət-i İslam dərəcəsinə yüksəlmişdi. Ondan da sonra hal-hazırda hər kəsin tanıdığı Hacı Ramil Bədəlov. Sağ olsun sizin bələdiyyəniz də, Nəsir müəllimə mən təşəkkür edirəm. Çox sağ olsun. Həmişə də bizə şərait yaradıb. Buradan xüsusi salamlarımı göndərirəm və sən də sağ ol ki, bizim yanımızdasan. İndi biz nə edəcəyik? Qurban zəhmət olmasa yaxınlaşsın. Qurban müğənnidir, Teymur Əmrah tələbəsidir. Gənc, yəni olsa da yaşı gənc ola bilər, amma bir neçə ildir televiziya sahəsində, yəni müğənnilikdə fəaliyyəti var. Teymur Əmrahdan təhsil alıb, Gülyaz xanım Məmmədovadan Xanədəli təhsil alıb və istədim ki, elə tək gəlməyim. Dedim müğənni bəydir, birlikdə gələk. Biz həmişə çalışırıq ki, gənclərimizin yanında olaq, dəstək olaq, sevinsinlər ki, hə, bizə də yanımızda bizə dəstəkçi var. Və dedim Qurban gəl gedək Fatma kəndinə. Dedi ki, Aytan xanım mən tanımıram. Birinci dəfə dedim yox, gedək sən insanlarla tanış olana artıq sevəcəksən ki və görəcəksən ki, necə bir gözəl kəndə gedirsən. Həqiqətən mən çox xoşuma gəlir bu kənd, sevirəm də. Hərdən deyirəm ki, əli arada torpaq alım bir dənə ev. Burada da, yəni burada sakinləşim, havası da gözəldir də, havası da. Belə bir şey var ki, Bakı kəndlərində biraz oxumaq, qəzələ üstünlüyü var. Yəni deyirlər ki, ən belə necə deyim, anlayışı olmayan bir insan hər hansısa bir muğamı oxuyanda, dəstgahı oxuyanda səhv tutur, qəzəli səhv tutur. Yəni hər adam bəli burada qəzəl mi deyim, muğam dəstgahı mı deyim, oxumur. Ona görə müğənnilər çoxsu qaçır. Müğənni deməyim, xanəndələr çoxsu biraz məsuliyyət daşıyır burada. Gözəl. Əgər Qurban dostumuzun isminin yəni arxasında Teymur Əmrah varsa, yəni o bəs edir də. Hər şey cavab. Sənətkardır təbii ki. Mən buradan Teymur bərini də salamlayıram. Buradan bayramını təbrik edirəm. Gözəl sənətkardır. Yəni onun izi başqadır. Bəli, əlbəttə. Təşəkkür edirəm. Əli var ol. Minnətdaram sənə. Yaxşı ki varsan. Sizə də təşəkkür edirəm. Bayramlarınızı təbrik edirəm. Həmişə belə sağlam olun. Biz də ara bir çəkiliş eləyəndə sizləri gəlib görüb sevinək. Sağ olun. Əli, bu məscidin adı nədir? Salam məscididir. Salam məscidi. Bəli, Allahın adlarından biridir. Ona görə də o vaxtları yaşlı nesil nümayəndələri elə Allahın adı olduğuna görə məscidin adını da Salam məscidi qoymuşlar. Salam qoyuldu. Nə gözəl. Sizdə bir dənə də məscid olmalıdır. Ümumən Fatımayda 5 məscid var. 5 dənə.
Bəli, bəli, 5 məscidi var. Amma Fatma ilə böyle deyil ki, Ha, yox. deyəsən, amma məscidləri çoxdur. Bəli, sadəcə dinə, imana bağlı olduğuna görə, Hə, yəni kənddə ümumən ibadət ocaqları çox olub. Yəni bu Salam məscidi, ondan sonra Əlbətli məscidi və ən qədim məscid Hacı Eybət məscidi və İmam Hüseyn məscidi və bir də düz kəndin girəcəyində bir məscid yerləşir. İndi onu gələndə Fatmayı sözündən sonra. İstərdim şəhidlərimizin də Aha. göstərim sizə. Hə. Bu da şəhidlər bulağı. Şəhidlər bulağımızdır. Fatma şəhidləridir. Allah verdi Yediyar. Aha. Oğlu Zavadov Ələsgər Elxanoğlu, Mirzəyev Mahir Sabiroğlu. Allah rəhmət eləsin. Bunu biz elə bu yaxında harca bir 2-3 il var inşa etdirmişik. Hə, siz bələdiyyə tərəfindən Hə, olub, bələdiyyə siz tərəfindən. tərəfindən Hə, yəni dostlarımız tərəfindən, Dostları bəli. sağ olsunlar. Nə gözəl. Hə. Və inşa etdirdik. İndi də insanların Neçə istifadəsindədir. şəhid var Fatma kəndində? Fatmanın hal-hazırda 3 şəhidi var. Salam. Necəsiz? Çərşənbəniz də mübarək olsun, bayramlarınız da mübarək olsun. Hansı ki, dayılarla söhbət edəcəm. Bax, bu hamamdır. Bəy buradan çıxırmış, qapıymış bura. Amma indi, yəni bağlanıb, amma niyə görə bağlanıb? Çünki təmirsizdir. Yəni bunu da inşallah ki, Mədəniyyət Nazirliyi üzərinə götürüb edəcək. Mən buna inanıram. Gəlib çatdıq o məscidə ki, o məsciddə 7 oğul istərəm çəkilib. Hansı səhnəsi idi? 7 oğul istərəm, bəli, bu bir çox demək var ki, sujetlər çəkilib kəndimizdə. Bir sujet də bu məsciddə çəkilmişdir. Məscidin də tarixi 18-ci əsrə söykənir, Əlbətli məscid adlanır. Bir sujet burada çəkilib, bir sujet başqa bir məkanda çəkilib. Amma bir film var, Hansı film? Dərviş. Ha, Dərviş. O ki, artıq bizdə bu Duz gölü var. Gələndə Fatmayın girəcəyində sağ tərəfdə Duz gölü var. Onun ətrafında çəkilmişdi. Mən bilirsiniz ki, mən Fatmaya haqqında film çəkmişəm. 2 saat 33 dəqiqə. O filmdə hələ ki o sujet xəttini vermişəm. Nə gözəl, nə gözəl. Biz belə deyim də Bakı gündəliyində burada çəkmişik. Orada da Əli çox gözəl, belə geniş surətdə bizim dəyərli aparıcımız. Mən çox sevinirəm ki, o insanla birlikdə çalışmışam. Tural Əsədov. Allah sizi var eləsin. Bizim üçün, mənim üçün çox dəyərlisən. Çünki insan olaraq gözəl insan, aparıcı olaraq da möhtəşəm aparıcıdır. O Bakı kəndlərini bir çiyin gəzmişik. Elə Fatmani da onunla birlikdə Bakı gündəliyində çəkmişik və Xəzər televiziyasına xüsusi salam, nömrə 1-sən Xəzər. Salam ay baba. Nə tərsən ay baba? Mən xoş gəlmişəm. Sağ ol qızım. Sağ ol. Salam. Babamızdır. Bayramınız mübarək. Doğrudan da Can, ağsaqqal başqadır da. Bax, üzü nurani. Allah ömür versin sizə. Çərşənbənizi təbrik edirəm. Belə Allah razı olsun. Can sağ olun. Xoş gəlmisiniz. Gedək evə bir işkən çay verim, qoqal verim. Yiyin, için, gedin sonra. Sonra- Can sağ olun. İşinizlə məşğul olun. Can, çox sağ ol. Sonra da deyirsiniz ki, Aytən Bakı kəndlərini niyə sevir? Aytən ona görə sevir ki, bəli. Allah can sağ Fatma'yı kəntidir bu. Çox sağ ol dayı. Allah ömür versin. Allah razı Bağışlayın yerinizdən durun. Amma soyuq deyə burada oturma. Can. Hə, balacalar gəlin. Gəl. Adın nədir? Bakı Karvansara budur. Uğur Aha. Hə, budur. Karvansaray budur. Uğur neçə yaşın var? 8. Nə gəzirsən küçədə? Dostum gələcək. Adı Potidir yoxsa Mehdidir? 2 dənə dostum var da Potin. Biri Potidi, biri Mehdi. Hə, salam göndər elə. Hə, bayram təbriki deyə elə bir. Bayramımız mübarək. Mənə təbrik eləyirsən bayram? Bəli. Çox sağ ol. Hə, bu da balaca sakin, Fatmanın balaca sakini. Miri, Fatma necədir, bəyənirsən? Bir dənə əlinlə işarə elə biləcəm ya da başınla. Əla. Baxdım üzümə. Hə. Adın? Banu. Nə gözəl adın var Banu. Neçə yaşın var? 10. 10 yaşın var. Hara gedirsən? Evimə. Evin buradadır. Mənə də aparırsan? Zarafat edirəm təbii ki. Birazdan gəzəcəm o evlər məsələsi. Birazdan qonaq gedəcəm. Hara gedəcəm? O hələ bəlli deyil. Nətərsən? Salam. Salamlaşa bilərik də? Salam. Necəsən? Adın nədir? Adın nədir? Yunis. Yunis, neçə yaşın var? 3 yaşım. Hə. Görürsüz? Aparacam bu uşağı. Hə.
Gedirsən mənlə? Yox. Niyə? Qal evdə də. Evdə qalsan, onda bir dənə məni öpə bilərsən. Mən də səni öpəcəm. Əvəz öp. Ayda, mən də səni çox sağ ol. Təşəkkür edirəm. Görsən uşaq necə mehribandır, o valideyindən demək ki, ailədən bəhrələnir, irəli bəli, ailədən irəli gəlir. Mütləq. Allah rəhmət etsin, Nizami əmi onların babasıdır. Onun da 3 övladı olub, Məmmədəli, Maiz, Hafiz. Fatma ilə bir qapıya yaxınlaşmışıq. Qapını döyəcəm. Görək üzümüzü açan olacaq. Ay ev yiyəsi. Lalə xanım kimi dedim. Salam. Xoş gəl. Gələ bilirik. Gəlin. Adınız Bayramınız nədir? mübarək. Bayramınız mübarək. Adınız nədir? Arzu. 8 mart oldu. Təbrik edirəm. Çox sağ olun. Keçmiş də olsa. Çox sağ olun. Çərşənbə qeyd etmişik. Keçmiş də olsa yenə Çox sağ təbrik edirəm. Və Sizlə birgə. İlahi Çox sağ olun. çərşənbə qeyd edirik. Amin. Düzdürmü? Allah hamıya xeyir iş qismət eləsin. Hamısının qapısında şadlıqlar olsun. Xeyir işlər olsun. Burada nə toy olsa, aparıcısı özüməm əli ilə. Əli qəbra. Əli ilə aparıcılığı özümüz eləyəcəyik. Elə müğənni olaraq da ansambl ilə Qurban Səmədov olacaq. İbrahimin balalarının toyunda İnşallah. və kamerada da bizim Miri olacaq. Eləmi ay Miri? İnşallah. Elnur səni unutmamışam, narahat olma. Sən də biz nəsə köməkçi olaraq. Gəldik, girdik evə. Çox qəşəng evdir. Belə mən belə evləri çox sevirəm. Ümumiyyətlə Bakı kəndlərinin evləri daha gözəl olur. Biz gəldik Fatmaiyə, dedi bir dadlı Fatmai yeməyi yeyək. Dedilər ki, siz qəşəng bizə yemək hazırlayasınız. Nə hazırlayasınız bizə? Birinci, xoş gəlmisiniz. Bayramlarınız mübarək olsun. Sağ olun. Yəqin plov olar da, Azərbaycan şahı plovdur. Fatmaidə necə aş hazırlanır və qarası necə olur, onu artıq görəcəyik. Maraqlı gəlir ki, necə olacaq. İndi mən bir dənə kəlmə deyim, Miri sən qulaq. Ay cəmaət, ay gözəl insanlar. Deməli, ömür boyu birlikdə işləyirik. Yəni prodüser, müğənni kimi çalışırıq. Ömür boyu gecikir. Ömür boyu da. Bugün yeməyin adını eşidibmi, ya Fatmani gəzmək istəyibmi, bilmirəm. Ertədən, lap tezdən gəlib məni gözləyib. Hətta gecikən operatorum Miri də O vəbşi yatmıyor. Mən yenə tez gəlmişəm. O deyir ki, operatorum qardaşım deyir ki, safsiyən mən yatmamışam. niyə yatmamısan Miri? Çünki ya ortada qorxu var, ya da yemək məsələsi var. Mən hələ də tuta bilmirəm nə baş verir. Amma elə məsuliyyətli olmaq gözəl bir şeydir. İnşallah. Ah, deyib, bax. Qurban bir dənə oxu. Şəkər bura. Oldu görün. Özüm pişirmişəm. Müğənnimizsən biraz. Mən başlanğıcı gətirirəm. Deyir ki, yurdumuza yaz gəlir, qoy barışsın küsənlər, talih bizə yar olsun, sevilərək sevənlər. Şəkər bura, paxlava, bəzək verir xonçaya, baha necə yaraşır Azərbaycana. Şəkər bura, paxlava, bəzək verir xonçaya, baha necə yaraşır. gözəl Fatmaiya. Bəli, görsən, arada öyrədir ki, oxu. Sən necə, qınamıram. Prodüserlər oxumağa başlayıb axı, bilirsiniz də. Yox, sən eləmə. Sən eləmə. Elə şeylər olmaz. Eləmərəm, narahat olma. Gəl, bu İbrahimin oğludur. Neçə yaşın var? 10. Adın nədir? Hüseyn. Mən tanıyırsan? Yox. Amma bundan sonra tanıyasın da, yəqin ki, elə. Adım Aytəndir. Tanış olaq. Biraz böyük olmadın sən. Gələrdim toyunu oxuyardım. Güzel iş elədin, eləmi? Hədə gələrdim toyunu oxuyardım. Amma yox, belə də ki, böyüyəcək də. Bəli. Böyüyəcək, toyunu sən oxuyasan. İnşallah. Dedi yaxı bayaqları. Dedi, toyunda aparıcı mən olacam Əli dayıyla. Əli dayı getdi çöldədir. Müğənnimiz də bizim Qurban Səmədovdur. İstəyirsən? Oxumaq olar? Olar. Nə? İstəmirəm. Niyə? Evlənmək istəmirsən? Evlənmək istəmir də. Hələ istəmir. Yox, indidən evləndirmirik sən, narahat olma. Sən oğlun evlənmək istəmir, belə şey yoxdur da. Soğanımız yanar. Baxmayaraq ki, əziz tamaşaçılar, mən evdə tapılmıram. Lavaş, düyü və nə olacaq? Sarköy, bir də üstündən zəfəran dökəcəyik. Aha, zəfəran da həmin o zəfərandandır ki, əsl Bakı zəfəranı.
Bir sual verəcəm. Bunu çərşənbə üçün hazırlanır. Çərşənbədə adətən deyir qızlar arzu tuturlar ürəklərində xanımlardan. Bu düyünü qazana daxil eləyəndə, hansı ki daxil elədiniz, üzünü örtəcəksiniz ha. Onda deyir bir arzu tutursan, deyirsən ki, əgər mənim arzum yerinə yetərsə, orada bir 5 əl işarəsi olsun. 5 əl işarəsi. Yəni bunu mən demirəm, bunu eləmişəm nə vaxtsa. Çünki mənə deyiblər, mən də maraqlı gəlib eləmişəm. Əgər arzu yerinə yetməyəcəksə, o işarə olmur. İlaxır çərşənbədə nələr eləyirlər? Axırıncı valla nə bilim elə Yumurta heç döyüşmüsünüz. yumurta boyayırıq, papaq atırlar. İndi papaqdan əvvəllər məsələn qoz, fındıq, nə bilim, şirniyyat yağar. İndi nə verirsiniz? İndi də elə gücümüz çatandan, misal üçün kiminsə evində heç nə olmasa, ən azından 1 manat, 2 manat atırsan ki, boş qayıtmasın da baba. Pul da verirsiniz. Bəli, pul da qoyulur, bəli. Amma belə evdə nə var, yığıb verirsən də. Yəni papağı boş qaytarmaq olmaz. Aha. Miri, axşam buradayıq, papağını götür, pul yığacaq. Arada dollardır. O. Deməli, iki xanımın əlindən hazırlanan gözəl yemək super olacaq, amma burada bir şey var da, deyir, 2 əməl var. Həm çərşənbəmizdir, həm də iftar süfrəsi olacaq. Allah bütün oruç tutan insanların orucunu qəbul etsin. Nə niyyətləri, nə arzular var yerinə yetsin. Ən gözəl günə təsadüf edir Ramazan bayramına. Ramazan bayramınız da mübarək, elə çərşənbəniz də mübarək olsun. Allah bütün evlərə ruzu bərəkət versin. Ürəklərində nə arzular var, Allah Teala onları yerinə yetirsin. Sizə də ancaq xoşbəxtlik. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Əziz bayramımız mübarək olsun. Səməni düzəlib, idiyəm yana. Xoş ətir yayılır bu şirin cana. Gözlədiyim o an gəldi. Aşla qarası hazırdır. Yeməklərin şahı olan bizim bu aş, bəh-bəh, iyib tər eləyib məni. Uşaqlar bayaqdan gözləyir, müğənni orada gözləyir, Miri özü bayaqdan gözləyir ki, açan bu aş gələcək, yeyəcəm. Analarımızla keçirik o bir otağa, nuş eləməyə. Amma orada şamları yandıracaq və hələ sizlə süfrədə bir söhbət eləyəcək. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramımız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Əziz bayramımız mübarək olsun. Mübarək olsun. Mübarək olsun. Burada balaca balalar var. Onların böyük toyuna gələk, xoş günlərinə gələk. Təbii ki, nə vaxt bizə xəbər eləsələr, İbrahim bizim dostumuzdur. Canla, başla biz onun yanındayıq. Həqiqətən var olsun. Çox sağ olsun bu ailə ki, bu cürünə süfrə açdılar. Bu cür şərait yaratdılar bizə. Həqiqətən mən təşəkkür edirəm ki, belə gözəl qarşılanmaya görə var olasınız. Və bizim müğənnimiz bayaqdan acıb, amma o açsa da bayaqdan dayanmır, hələ yeyir. Deyirəm, imkan ver, bir aşağı da yer olsun. Amma eybi yoxdur. İndi bir dənə oxuyacaq. Sonra tonqal ətrafında da oxuyacaq. Qəşəng maraqlı, musiqili. Hə. Birlikdə deyək ki, çala yaşıq telli sazı, salamlasın könül yazı. Çala yaşıq telli sazı, salamlasın könül yazı. Bülbüllərin xoş avazı, deyir yaz gəldi, yaz gəldi. Bülbüllərin xoş avazı, deyir yaz gəldi, yaz gəldi. Elimizə bahar gəldi, könlümüzə bahar gəldi. Elimizə bahar gəldi, könlümüzə bahar geldi, bahar geldi, yaz geldi, bahar geldi, yaz geldi. Təbiətə işvə geldi, naz geldi. Vay gel gel gülüm sevgilim, gül gülüm sevgilim. Gel gel gülüm sevgilim, gül gülüm sevgilim. Seyridey çölü düzü, seyridey çölü düzü. Qoy ilk bahar bəzəsin Fatma'yı kendimizi. Eşq olsun bütün Fatma'yı cəmaatına.
Fatmay kəndinin insanlarına Bəli. buradan çox təşəkkür bildirirəm. Var olun və axır ki bu balacanın üzü güldü və çox diqqətlə Qurban oxuyanda baxırdı, maraqla baxırdı. Yəni deyim sənə, bilir toyunu sən oxuyacaqsan ona görə gülür. El çalır. Nə gözəl. Allah saxlasın. Həqiqətən uşaqlar, adı nədir uşağımızın, balamızın? Zəhra. Zəhra balamız. Ay mənim gözəl Zəhra balam, necəsən? Üzü gül gönçəl yarım, necəsən? Ay mənim sevgili yarım, necəsən? Üzü gül gönçəl yarım, necəsən? Həsrətimdən əridim şam təki mən, atəşim sən canım mənim, necəsən? Həsrətimdən əridim şam təki mən, atəşim sən canım mənim, necəsən? Ay mənim gözəl balam, necəsən? Əl çalaq. Ay maşallah sənə. Allah bütün balaları qolsun. Can gülür. Həqiqətən uşaqlar evin bəzəyidir, düz deyiblər. Çox sevindim. Yəni Qurban oxudu. Bayaqdan gülmür, ağlayır da. Yaxında durmur bizə. Hələ görə mənə yaxşı, ifa xoşuna gəldi. Görə hələ mənim xoşuma gəldi, yoxsa? Gəl. Gidəməyəm. Ay gəldi. Aferin. Ay Miri. Yemək hazır. İndi oturaq, yeyək, nuş eləyək. Sonra da hələ çəkilişin ardı var, davamı var. Hansı ki, gözəl tonqal olacaq. Biz də insanlarla birlikdə, elə Fatma cəmaatı ilə birlikdə davam edəcəyik. Bayramınız mübarək. Çox sağ olun. Deyirəm Ay Miri, nə tərik? Beləyi. Niyə? Qurban desin. Neylədi? Yedi. Qurban artıq toxdur. Möhtəşəm enerji ilə gedirik. Hara? Tonqal qalamağa. Anamıza təşəkkür edirəm. Əliniz, qolunuz var olsun. İnşallah gözəl bir toya gələk. Bax, bura bax. Bizə bir də bir söz deyim. Onların xəbəri olmasın ha. Bizə dedi ki, ürəyin nə vaxt istəsə gəl. Samavar çayına. Xəbər verin. Bildim, başa düşdüm. Heç kim eşitmədi ki. Eşitmə. Ayda biri necə mənə tərs İnşallah. Fatma kəndində hara gedirik? Gözəl bir tonqal tapmağa. Amma tonqalı tapıb yandıra biləcəkmi? Bayramlar gözəli, Novruz bayramı, elimin, obamın, əziz bayramı. Bayramlar gözəli, Novruz bayramı, elimin. Fatmayın mənim ailəvi dostlarım var, Murad bəy. Bax, onların evlatlarıdır. Nə yaxşı gördüm sizləri. Yaxşısınız. Məndən çoxlu salam deyərsiniz. Yaxşı, sağ olun, var olun. Səs gəlir, musiqi səsi gəlir. Stadionda tonqal görürəm, amma hələ yandırmayıblar. Bəlkə mən deyim yandırsınlar, nə deyirsən? Qəşəng olar. Ay Miri. Novruz bayramınız mübarək olsun. Bu gözəl bax budur. Ən şirin, ən gözəl arzular gəlir. Bizə görə onu yandıra bilərsiniz. Onda gəlin yandırın. Mən də uşaqlarla bir rəqs eləyəcəm. Qurban şən mahnılardan bir dənə qoyursam, mən də bir dənə oynayıram. Qəşəng. Oynayacaq. Ay sağ. Qurban bəyin bir mahnısında qoşacaq, oynayacaq. Tonqalımızı yandıraq. Gəlin. Qurban zəhmət olmasa sən də mahnını hazırlatdır. Əziz bayramı, qaydesin hamı. Kös-kösa gəlsənə. Gəlib salam versənə. Çömçəni doldursana, kosanı yola salsana. Bunu adətən çərşənbə vaxtı deyirlər. Mən istədim bu qapıda, bu küçədə, nə bilim, biraz qulaq as dedim, pusum. Amma axşam biraz gec olacaq deyə bizdə alınmır. Amma tonqalı yandırmaq yandı. Bir dənə mahnı deyə gəlsin, bir oynayağın.
Uşaqlarla nə gözəldir. Çox gözəl. Tüstüsü. Fatmayının sakinləri, uşaqlar düzdür adam azdır amma bunlarda axşam çox olur adam. Yəni adamlar hamı axşam yığılır da. Amma mənə görə belə necədir? Mənə xatir bu tonqalı yandırdılar. Mən təşəkkür edirəm məni qırmadıqlarına görə və mahnı verəcəyik, oynayacağıq, uşaqlarla oynayacağıq. Salamasın könül yazı, çala yaşıq telli sazı, salamasın könül yazı. Bülbüllerin hoş avazı, deyir yaz geldi, yaz geldi. Bülbüllerin hoş avazı, deyir yaz geldi, yaz geldi. Çəmənlərin məhrəbəsi, çobanların tütək səsi. Çəmənlərin məhrəbəsi, çobanların tütək səsi. Qaran qışların gəlməsi, deyir yaz gəldi, yaz gəldi. Qaran qışların gəlməsi, deyir yaz gəldi, yaz gəldi. Elimizə bahar gəldi, könlümüzə bahar gəldi. Bahar gəldi, yaz gəldi, bahar gəldi, yaz gəldi. Təbiətə işvə gəldi, naz gəldi. Gəl, gəl gülüm sevgilim, gül gülüm sevgilim. Gəl, gəl gülüm sevgilim, gül gülüm sevgilim. Seyridək çölüdüzün, seyridək çölüdüzün. Qoy ilk bahar bəzəsin ömrümüzün. Qoy ilk bahar bəzəsin ömrümüzün. Qoy ilk bahar bəzəsin ömrümüzün. Yamyaşıldır uca dağlar, al geyini bağçalara. Yamyaşıldır uca dağlar, al geyini bağçalara. Salxımlanır göy budaqlar, deyir yaz gəldi, yaz gəldi. Salxımlanır göy budaqlar, deyir yaz gəldi, yaz gəldi. Ana torpaq cavanlaşır, dağ çaylar coşurlaşır. Ana torpaq cavanlaşır, dağ çaylar coşurlaşır. Qış bizimlə vidalaşır, deyir yaz gəldi, yaz gəldi. Qış bizimlə vidalaşır, deyir yaz gəldi, yaz gəldi. Elimizə bahar gəldi, könlümüzə bahar gəldi. Bahar gəldi, yaz gəldi, bahar gəldi, yaz gəldi. Təbiətdə işvə gəldi, naz gəldi. Gəl, gəl gülüm sevgilim, gül gülüm sevgilim. Gəl, gəl gülüm sevgilim, gül gülüm sevgilim. Seyridək çölüdüzün, seyridək çölüdüzün. Qoy ilk bahar bəzəsin ömrünüzün. 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 Alqışlar. Düzdür, adam az da olsa amma bizi də alqışlayan var. Təşəkkür edirəm hər birinizə. Bütün Fatmay cəmaatının insanları hamınızın bayramı mübarək olsun. Çərşənbələriniz mübarək olsun. Qoy hər zaman elə bu kənddə, bu gözəl məkanda hamı bir-biri ilə sevərək, sevilərək
dostluq edərək belə əminamanlıq içində yaşasın. Mən öncədən də demişdim, indi də deyirəm, bələdiyyə rəhbəri Nəsib bəyə təşəkkür edirəm şərait yaratdığına görə. O cümlədən dəyərli qardaşımız İbrahimə təşəkkür edirəm və burada televiziya əməkdaşı var, elə bizim həmkarlardandır. Sizə təşəkkür edirəm yanımızda olduğunuza görə. Hər birinizə ayrı-ayrılıqda təşəkkür. Var olun, bayramınız mübarək. Gələn dəfə bayramda və yaxud da digər günlərdə hansı kənddə olacaq? Gözləmədə qalın.